yaşayışdır. Kasıb yoxdur burada. Orta yaşayış var və imkanlı var. Mən məsələn orta yaşayış yaşayanlardanam. Hə, məsəl üçün ailecə gəldim bura bacı. Hə? Buranın devləti deyir ki sənə. Mənə devlət niyə dəstək olmur? Mən 25 ildir buradayım. Yoldaşımın yetərli gəliri var. Deyir mən sənə niyə dəstək olmalıyım? Bilsən necə ola bilər mənə? Əgər mənim yoldaşımın işi olmasa, istəyir burada 40 il qalım, istəyir burada doğulmuş olum, yenə də dəstək olacaq. O heç. Məsəl üçün ailəli gəlmisən Almaniyadan bura. Deyirsən neyini, vermirsən özünü zavat qaçqın kimi. Gəldi, dedi, xoş gəlmisən, nöş gəlmisən, hansı səbəblər, onları keçirəm. Məsəl üçün, sən devlət deyir ki, 2 dənə də uşağın var. Mən sənin uşağının bağçasını ödəyirəm. Hə? Oxudur uşaqları bağçaya göndərir. Ev puluvu verir. İşıq puluvu verir. Yemək puluvu verir. Giyim puluvu verir. Bunları verir. Amma o sırada dil bilmirsənsə, səni oxudur. Oxumağın 1 il çəkər, oxumağın 5 ay çəkər, oxumağın 2 il çəkər. Fərqi yoxdur. Oxudur. Oxuduq bitirdikdən sonra gördü ki, sən haradasa nəsə bilirsən. Devlət deyir ki, get iş axtar. Hə? O sırada hələ də səni puluvu da ödəyir, yemeğini də verir, səni ac qoymur, boşda qoymur. Həkimvə də pulsuz göndərir, kart verir də sənə. Həkimvə də pulsuz göndərir, başımın üstündə, qanatlarımın üstündə durur. Hə, sən gəldin o həddə çatdın, bir dənə iş tapdın, məsəl üçün. İş tapdın, gəlib deyirsən ki, devlətə bax iş tapmışam. Sənə kömək eləyir. O sıradakı sən əgər özün tapa bilmirsənsə, sənə kağızlar göndərir ki, bax, belə iş təklifləri var, götür yaz buralara. Məsəl üçün, səni götürüb gəldinsə, məsəl deyək, 4 nəfərsiz ailədə. Fikrimi çatdırım ki, cavab vermirəm ki, fikrim yayılmasın. 4 nəfərsiz ailədə. Ərivi götürdülər işə. Ərim maaş alır 1500 evro. Siz avro deyirsiniz, biz evro deyirik. 1500 evro. Devlət baxır ki, bunlar 4 nəfərdir. Bunun əri işləyir 1500 evroya. Düzdür? Amma bu 4 nəfərə çatmır. Bu 1500 evranı sənin haqqın əgər 3000-dirsə aylıq devlətdən almaq, məsəl üçün deyirəm, ya 4000-dirsə, 1500 evrasını buradan çıxır, qalanını yenə də sənə verir. Məsələn, üstündən keçir 3-4 ay, arvadın da iş tapır. Devlət görür ki, arvad da 2000 qazanır, ər də 2000 qazanır, olur 4000. Bunların 4000 haqlarıdır. Mən əlimi çəkirəm ondan, Əlimi çəkirəm çünki qazancları yetərlidir 4000 evro. 4 başa yetərlidir. Məsəl deyirəm, mən 4000 evro. Yetərlidir. Amma sən uşaqlarını oxuyur, eləyir, ona heç kim heç nə demir. Onlar birdən-birə də qəflən ərin işini itirər. Heç nə olmaz. Devlət yenə gələcək tutur sənin qanatlarının boynundan. Deyir ki, kağız doldurursan da. Deyir, yenə mən sənə verirəm ev puluvudur, işıq puluvudur, yemək puluvudur, hər şey ver. Ta ki sən tezə iş tapana qədər. Və yaxud, əgər işləyə bilmirsənsə ümumiyyətcə, şəkərsənsə, hansısa bir onkoloji Allah eləmiş xəstəliyin varsa, ağır xəstəsənsə, ailədə birbaş işləyə bilər. Devlət sənə kağız verir. Xəstəlik kağızı. O xəstəlik kağızını aparıb qoyursan buranın devlətinə. Buranın devləti də sənə, yenə də sənə haqqın olan pulu cibindən verir. Plus da bütün sənin həkimlərvi, bütün sənin müalicələrvi onları da verir. Fikrimi çatdıra bildim. Bir də ki, uşaq puluna isə gəlmişkən, uşaq pulu necədir? İstəyirsən Alman ol, istəyirsən Azərbaycanlı ol, istəyirsən Rus ol, istəyirsən Əfqanlı ol. Oturumun varsa bu torpaqlarda, Alman belə, 18 yaş, əslində normalda 16 yaşına qədər uşaq pulu hər uşağa düşür. Əgər uşağın 16-dan sonra ali təhsil alırsa, 18 yaşına qədər sənə uşaq pulu düşür. Yəni bu hamının haqqıdır. Oturumu olanlardan gedir söhbət. Elə Azərbaycanlılar var ki, məsəl üçün və yaxud Rusdur, amma oturum ömürlüydür burada, Alman oturumudur. Yəni kartı ömürlüydür. Amma imtina eləməyib vətəndaşlığından deyib ki, mən Rus qalmaq istəyirəm. Mən yenə də Rusam, amma oturum burada ömürlüydür. O hamının haqqı var. Bir dənə də var ki, məsəl üçün ilk dəfə gəlirsənsə bura, köçürsənsə bura,
ev meblidir, stoldur, stuldur, nə bilim, şkafdır, mukafdır, hamısını təmin eləyir. Gəlir, baxır, evin boşdursa, ilk şeyi təmin eləyir. Hər uşaq doğulduqda da, kim ki devlətdən pul alır, sənin burada qırmızı krestə, əgər burada Almaniyadan varlarsa, burada Almaniyada olanlar, əgər bilmirsinizsə, sizə deyim, tezə gəlmişsinizsə, əgər istəyir dulduqvuz olsun, istəyir Aufenthaltstitliniz olsun, indi onlar biləcək nə deyirəm. Onlardan varınızdırsa, hələ oturum almamısınızsa, amma burada yaşayış şeyiniz varsa və hamiləsizsə, sizə 4 aydan sonra 500-600 euroya yaxın qırmızı krestikdən pul almaq haqqınız var. Əlavə də buranın devlətindən. Ona bağlılığı yoxdur. Yəni, devlətdən alırsınız uşaq üçün, kalaska üçün, mebel üçün, zıtçı-pırtçın. Əlavə də qırmızı krestdən gedib antraq qoyub, o haqqı siz tələb eləyə bilərsiniz. Çünki sizə düşür o. Onu da eləyə bilərsiniz. Arzum, Aycım. Məsəl üçün, bax, bir şey də var. Əgər burada var da tez Azərbaycanlar var ki, tezi köçüb, hələ bilmir çox şey. Gəlib Almaniya, yaşayır burada, hələ nə bilim, lagirdən çıxıb tezə evə köçüb. Əgər siz özünüzə iş tapmısınızsa və o iş prava tələb eləyirsə, o iş prava tələb eləyirsə, bir dənə həkimdən şeydən kağız alırsınız ki, iş yerindən. Mənim iş deyir ki, səni götürürəm işə, mənə onu belə eləyirlər. Mənə bir dənə prava, bir də maşın lazımdır. Maşın. Gedib götürür, o kağızı yazı sürətdə verir sənə ki, bəs mən səni işə götürürəm, sənə də fətrak verirəm, iş izini verir, iş demək şey verirəm. Gedirsən devlətə, buranın devlətinə, job centerə gedirsən, gedib deyirsən ki, bax, bu mənim kağızım. Sənə 2000-2500 evrolıq, olur 3000-də bilməməm, o vaxtı necə idi? O vaxtı 2000 evrodur. İndi ola bilər qalxıb, mən sizə 8-9-un söhbətini deyirəm. Sizə həm maşın pulu verir, həm də sizə provazı oxutdurur. Müşkülürsüz. Başa düşdünüz? Hə, sən hamısını göstərirsən, ona 3 dənə maşın kağızı qoyursan qabağına, maşın kağızı. Deyən görüm şey gəldi. Hə, 3 dənə maşın... olmadı. Qısa bir dəqiqə. Niyə belə oldu? Hə, maşın kağızı 3 dənə qoyursan qabağına, həm pravovu oxutdurur, həm də belə. Müdür, necədir vəziyyət səhifədə? Ay, point, səhifəm çox pisdir. Nə olar, kömək elə də getmədi uyarım. Nə bilmək istəyirsiniz? Qoy belə deyim də, finans olaraq, bax, bir dənə də onu deyim, bunu bəziləri bilmir. Və düşünür ki, bax, orada yazıb ki, biri çox gözəl devlətdir. O şey də düzdür. Amma siz soruşun görün, bu pulları, bu devlət hardan verir? O sualı verin mənə. Bir dənə verin, mən sizə cavabını verim. O sualı verin ki, Almaniya devləti bu pulları, bu yardımları hardan çıxardıb verir? İlk öncə 19% vergi. Məsəl üçün, mənim yoldaşım aylıq 5.000 alır, 10.000 evro alır, 20.000 alır, fərqi yoxdur. Hər işləyən vətəndaşdan 19% faiz alır. O 19%-in içində olur mənim yoldaşımın xəstəlik kağızı, kartada. O 19%-in içində olur. Hansı ki, bu gəlmələr var, gəlirlər, yaşayırlar burada ya, devlət pulu ilə dolanırlar, ayaqlarının üstündə hələ tam dura bilmirlər, kömək eləyir sənə onlara ya. Bütün bunlardan toplanılan bu puldur. İndi gör burada, məsələn, bir dənə vəkil. Vəkil deyək ki, hakim. Hakimin qazancı deyək ki, 10.000 evro da aya. Onun 19% gör nə qədədir? O 19% götürür devlət, bütün gəlmələri dolandırır. Bütün gəlmələri ayaqlarının üstündə saxlayır. Başa düşdünüz? Yəni 1 milyon olduq. Canımsız az, çox sağ olun qızlar. Hə, o pulla dolandırır. Ona görə də indi buranın maaşı yüksəkdir. Buranın maaşı yüksək olduğu için
Təbii ki, indi sən hər vətəndaşdan fikirləş də. 19% çoxdur, hə. Produkta biz marketdən zakaz şey alırıq. Məsələn, bizdə kartdan karta atın butikdə, nə bilim, neyniyim. Belə şeylər yoxdur. Hamısı çeklə. Və o çekin içində 19% də var. Tibb bacısının maaşı baxır necə tibb bacı. Yəni ən aşağısı tibb bacının maaşı 2500 var evro. Ən aşağısı. Əgər full time işləyirsə, polunu 170 saat, 176 saat 2500'ü var evrosu. 5000 manata yaxın puldur. 2200, 2100 baxır da neçə ilin şeyidir, medstrasıdır, təzədir. Yəni o temalar da var. Yəni fərqlidir. Belə deyək də, ən aşağı maaş 13.50'dir saatı. 13 evro 50 qəpik. Əgər değişməyibsə, qıza değişikliyi var, mən biləni yoxdur. Yəni 27 manata yaxın manatla. 15.50'dir, hə, ola bilər.